qadınlıq tabiçilikdir. İndi tabiçilik sözünü sevmirlər. Qadınlara qürur, təkəbbür hətta aşılayırlar və qadınlıqdan çıxarırlar. Qadının bütün gözəlliyi onun itaətindədir. Nə deyirlər desinlər. Mən bu sözü təkrar edəcəm yenə də. İtaət sözünü legitimsizləşdiriblər. İtaət sözü təkcə pis şey deyil. İtaət pis şey olanda pisdir. İtaət yaxşı şey olanda gözəllikdir. İtaət həqiqəti olanda, itaət valideynləri olanda, itaət ərinə olanda bu qadın üçün ancaq gözəllikdir. İtaət sözünü bütövlükdə kontekstdən çıxararaq şey deyiblər, məhv ediblər və orada sən bir qadın ola bilərsənmi deyəndə Lao Tzu deyir ki, qadın kimi dinməz, qadın kimi itaətkar ola bilərsənmi? Çünki kişi xoruz kimi donquldanacaq. Nəsə bir şey deyəcək sənin. Mən məsələn kişilərlə çox danışıram. Əksər hallarda kişilərdən ünsiyyətdə olanda mən susuram. Mən onların içində qadın kimi susuram. Sonra baxdım ki, Konfutsi da beləymiş. Başa düşdüm nədir. Mən ancaq tələbə ruhlu adamlar görəndə danışmağım gəlir. Onlar mənim balalarım kimi olur. Amma məsəl üçün əksər kişilər onlar xoruz ruhludurlar. Onlar hamısı özünü göstərməyə meyillidirlər və onlar qulaq asanda da qulaq asırmış kimi aparırlar çox vaxt özlərini. Məqam gözləyirlər ki, yenidən qulu-qulu eləsinlər, başlasınlar səslərini çıxarmağa. Ona görə Lao Tzu deyirdi ki, sən bir qadın ola bilərsənmi? Sən tamamən təslimiyyət ifadə eləyə bilərsənmi?